Bir video gördüm. Bir Türk riyaziyyatçı. Bilirsiniz kvadrat tənliklərdə ax kvadrat üstə ya bx üstə ya c'nin minimum nöqtələri x0 bərabərdir mənfi b bölünsün 2a, y0 bərabərdir mənfi diskriminant bölünsün 4a şəklində tapılır. İndi bizə deyir ki, bunun törəməsini alıb sıfıra bərabər edir. Təbii ki, maksimum minimum nöqtələrin tapılması törəmə ilə mümkündür. Amma mən nə etdim? Özümü qoydum 17-ci əsrdən əvvəl yaşamış bir riyaziyyatçının yerinə. Törəmə hələ kəşf olunmayıb və mənə dəli bir şəkildə kvadratik funksiyanın ən kiçik qiymətini tapma istəyi gəlibdi. Təbii ki, ən kiçik qiymətini tapırıqsa a sıfırdan böyükdür. A sıfırdan kiçik olanda ən böyük qiymətini tapırıq. O da ayrı temadır. Deməli, nə edirik? Törəməsiz. Hər tərəfi 4a-ya vururuq. Diskriminantın tapılma üsulunun isbatı ilə eyni şeydir. Hər tərəfi buna bir y deyirsən. Sonra hər tərəfi 4a-ya vurursan 4ax kvadrat, 4a kvadrat x kvadrat üstə ya 4abx, 4ac, 4ay. Qəşəng. Ondan sonra bunu bir tam kvadrat eləmək üçün bax burada 2a-ksi kvadratını görürəm. Yanında da elə bir ki b vurulsun, 2 vurulsun, 2ax var. Onda nə edək? Yazaq ora ki 4ax kvadratı üstə gəl elə bir ki 4abx gələnçiyinə. Ondan sonra bura bir tam kvadratdır. Müxtəsər vurma üsuluna əsasən bilirik ki, ora bir tam kvadratdır. Nəyin kvadratıdır? 2ax plus b-nin mötərizə kvadratıdır. Yerdə qalıb elə bir ki, mənfi diskriminant. Gördüyünüz kimi b kvadrat minus 4ac, b kvadrat minus 4ac bir dənə diskriminant demək istəyi gəlsə, diskriminant deyərsən, mənfi diskriminant olar. Bərabərdir 4ay. İndi bizə y-in ən kiçik qiyməti lazımdır. Y-in ən kiçik qiymətini tapmaq üçün bu ifadənin ən kiçik qiymətini tapmalıyam ki, y-in ən kiçik qiyməti alınsın. Bu ifadənin ən kiçik qiyməti kvadrat olduğu üçün sıfıra bərabərdir. İfadənin ən kiçik qiyməti sıfıra bərabərdir. Onda nə baş verir? Bunu yenə 0 yazırsan 4ay 0 minus diskriminant bərabərdir 4ay. Y-in ən kiçik qiyməti olur. Mənfi diskriminant bölünsün 4a. Y-in ən kiçik qiyməti olur. Yaxşı, həmin o minimum nöqtədə x-in mənfi b bölü a olduğunu haradan bilirik? Bu ifadəni sıfıra bərabər edirik. Dedik ki, bu ifadə sıfırdır. Onda 2ax plus b bərabərdir 0. B-ni o tərəfə atıb hər tərəfi də 2a-ya bölürük. Olur x0 bərabərdir mənfi b bölünsün 2a.